Səncə Avropada yaşamaq sərbəstlikdir yoxsa təklik? Avropada biraz daha sərbəstsən hansı baxımdan? Bura gələn insanların üstündə avtomatik ailə təzyiqi olmur. Yəni evdə zəng edirlər ki, hardasan, olmur. Gizlədə də bilərsən, yəni. Həm bu oğlan tərəfə aiddir, həm qız tərəfə aiddir. Bu sərbəstlikdir. Azərbaycanlı insanlarlansansa, dostların Azərbaycanlılar çoxdursa, tək hiss eləmirsən özünü. Amma əlbəttə ki, ailəndən darıxırsan, öz oradakı hamı, yəni bunu tək Avropada yox, İndoneziyada yaşayan, da Amerikada yaşayan, istənilən qitədə yaşayan insanlar hiss eləyir o ailə içərisində olan təkliyi hiss edirsən hər zaman. Amma mənə görə məsəl üçün sən dedin, mənə görə o təkliyin bizə nəyi var? Sanki çoxluq içində təklikdəsən. Bax, orada oturub restoranda sifariş verməyin belə sənə təklik gəlir. O həzzi almırsan. Ölkənin strukturası da biraz təkliyə yönəlik qurulub. Bax, restorana baxsan tək stollar. Yəni sanki ölkələri biraz ayrılır bir-birindən. Mən adımsa mən Bakıda restoranda zakaz eləməkdən ötürü darıxmışam. Çox adi bir şeydir. Onu gedirəm ki, o sərbəstlik yox, o təkliyimiz. Nə bilim, ofisiantla kassada şey edirsən, orada ofisiantla danışmaqdan ötürü belə məsləhət edir orada. Bu gün yaxşı dolmamız var. İşte ümumiyyətlə ofisiantlar ümumiyyətlə amma minnət edirlər. Yenə gəldi. Azca kurva murva desinlər. Onu belə başa düşür ki, daha çox sərbəstlik deyək. Təklik sərbəstlik ikisi də var. Sərbəstlik daha çoxdur. Bu həm qızlarda, həm oğlanlarda belədir. Gəlirlər istədikləri yaşayırlar. Daha çox yəni öz həyatını yaşayırlar. Azərbaycanda biraz öz həyatını yaşamırsan. Yaşamırsan da. Amma ailəyə müdaxilə elədiyi uşaqlar da çoxdur qızlarda. Dəqiqə başı yığan, dəqiqə başı. Sadəcə hardasan, ailəvə mənə yığmırlar. O yaşı keçmirəm, mənə yığmırlar.